Necə olar? Nə cavab Mən öz adımdan deyirəm ki, mən heç Oğlum kimin qıraqdan baxır ki, anam gedir, izahat yazır şöbədə. Mən Ləman, elə bir qeyrətli adamın dalı gəlib. Ləman Vəlizadəyə qızını elədiyinə görə müdafiəyə çıxdım. Mən istəyirdim ki, Azərbaycan xanımı ürəyi təmiz olduğunu gördüm. Harda gördüm bilmirəm. Onun ürəyi çox təmizdir. Bütün hədiyyə atanları ilə bir yerdə ən azı bir ay vaxt keçirdi. Canlı yayında oğlanın ayağını lipiçka etdiyinə görə mənim ona hörmətim artmışdı. Hansı yaxşı hərəkətinə görə hörmətin artdı baxın. 10 min adamın içində oğlanın ayağını lipiçləri belə qopardana. Sağ qurban olun, bir dəqiqə. Olay bir dəqiqə, bir anan kimi. Biz heç kimin probleminə biz qarışmırıq. Bir də adın çəkməyəcəksiniz o adamın. Yayınına Mən qalxmayacaqsınız. mən öz adımdan deyirəm ki, mənə Ölüm heç ayağınızın kim lazım altında. deyil. Oğlanlarınıza mənim Elə də oğlum şəhid qurban. anaları. Gedək başımıza qaranı sağ. Mənim də kaş oğlum sizin kimi oğlunuz kimi şahid olsun. Mən də fəxrlə oğlumun adını çəkeyim. Kaş olsun, baboş olmaqdansa Nə gülürsən? şahid olsun. Cənnətə getməsə belə, cənnət yoxdursa, varsa belə fərq eləmir. Kaş qəhrəman adı çəkilsin. Önəmlidir burada, cənnətə getmir. Lazımdır mı baboş? Kaş. Nə bilim o bu. Lazımdır onların adı mənə. Bununla da bu söhbəti bağlayın, xahiş eləyirəm. Mənə heç kim lazım deyil. Kim saldı əlini aşağı? Doğru. Ay ana sizə qurban olum. Mən dedim axı, mən sizə demişəm gəlin qoşulun mənim canlıma. Ay, Qurban olum. vallahi Buna bizə deyin heç ki, kimə demiyor. buna deyin ki mən sizə deməmişəm. Bu nə ləman salıb Deyirik də bizə heç kim demir. Sən mən dəstəkçilərlə bir yerdə şam tutmuşdun. Bəs sizdə şərəfin olsun. Nə qədər qadın dalıcı danışırsan. Gedib oturmuşsan xaricdə. TikTokda pozğunlar durub orada Ləmanın adını çəkirsən. Haçandan qriyyətdə oldun hə sən. Bəs sizdə az tula kimi hırıllada mənim dalımca. Əlisən, bəlisən, pirvəlisən, nəsən. Bəs sizdə əl çəkdə məndən də. Əl çəkdə, şam tutmuşdum mən dəstəkçilərinə. Pozğun tərbiyəsiz. Bizim Mən gözümüzün qabağında o... sizə and verirəm Allaha. Mən sizə demişəm qoşulun mənim misafirimə. Siz gəlirsiniz mənim misafirimə. Hörmətsiz eləyim deyim qoşmuram. Ləman xanım qulaq az. Nəsirovun ayağını canlayan deyil, piçka eləyən sən. Əsil Nəsirovun da vayına oturum sənə də dayan görüm. Xala mən sizə demişdim gəlin qoşulun misafirimə. Bildiyi anda baboşu bəyənmirsən, baboşun fanatsan maşallah. Xala mən sizə demişdim gəlin qoşulun mənim misafirimə. Siz mənə dediniz qoş, mən də qoşdum, düzdür? Düzdür. Mən bir dəfə demişəm Əli məni söyür, Pirvəli məni söyür, gəlin məni müdafiə edin. Yox. Allahınıza and verirəm, demişəm. Yox. Əksinə bayaq dedim ki mənim tərəfimi tutmayın. Bu saqqallı bəbir əsəbləşir, paxıl, ximiz, kraxabor. Əsəbləşir bu. Gör, bayaqlarım sən mədəniyyətdən danışırsan, Əli. Şəhid anasının ağzı nəyirdin burada? Eşitdin məni? İndi mən sizə baxıram, ağlayıram. Sən net gözünün yaşını bulmasın. Sənin qədər həyatda şərəfsiz adam yoxdur. Səndən mübarizəmi təkcə aparacam, bildin? Duxun da çatır məndən rəqabəti vafar. Seviyyəsiz, küsən kişi başı var. Şəhid anasının canlısında şam tutmaq sözü mədəniyyətdir. Mədəniyyətdən danışırıq. Budur bizim mədəniyyətimiz. Budur bizim əxlaqımız. Bayaqdan Əli danışır, bir dənə əxlaq normalarından kənarda bir söz danışıb, analar. Görürsünüz, indi kimin tərəfini saxlamısınız? Şam tutmaq, mən nə bilim başını tutmaq, mən nə bilim bunu eləmək. Yaraşır biz sizin kimi şəhid analarının canlısında bu cür ifadə. İndi gördünüz kimin tərəfini saxlamısınız? İndi gördünüz kimin övladının tərəfini saxlayıb, kimin övladına görə bir sutkadı müzakirə obyektinə çevrilmişsiniz? Bir sutkadı müzakirə obyektinə çevrilmişsiniz siz əziz şəhid anaları. Bayaqdandan bəyənmədiyimiz, vətən xaini dediyimiz Əli sizə bir dənə əxlaq normasından kənarda bir söz deməyib, bir dənə əziz ana, canım anadan başqa bir söz deməyib. Moderatorumuz kimdir mənim səsimə bağlı? Üzr istəyirəm, səsimə bağlı aşağı atan Allah hamd moderatorumuz. olsun mənlik deyil. Ah gene deyirəm, moderatorlar sizə deyirəm, bir kəs tullanmasın, özünüzə qaşımayın. Ayıbdır. İndi siləcəm. Bütün moderatörləri burada siləcəm. Sizdən qardaş da mənim yerimə danışdı. Şimdi sonra eləyən Allah bəlasını verir. Mənim özümü də bayaq atdılar. Amin. İndi qulaq asın. Tam tutmaq ana bacı sözüdür. Yox, qardaş, yox. Tam tutmaq hansı mənadadır? Burada Əli bayaqdan pozğun söz işlətmir. Əli bayaq demədi ki, Ləman hər dəstəkçisinə şir atandan gedir. O tərbiyəsiz söz deyil sən bayaqdan. Yox, deyil. Əli bayaq bu hicablı şəhid anasının ağzı nəyirdi? Allahla, dinlə, imanla danışır. Bəs qadını Əli Allah mən bəlanı Buna görə Əliyə az şeylə. Əli bayaqdan görə mən yüzdən söz deyir burada. Allahımız dinimiz olsun. Uşaqlar söyür, Allahımız dinimiz olsun.
Yaman Əli qulaq tərəfi as niyə mənə. tutursunuz ki? Eşidirsən? Əli bayaqdan deyir ki, Eşidirsən Ləmanın mənə? üstünə... Azı bir dəqiqə deyən. Ay qardaş, Əli bayaqdan deyir ki, Ləmanın üstünə şey yapırlar. Dedi demədi. Əli bu günləri sənə çata bilməz, amma mən buradayam. Sözüm varsa mən sənə nömrəmi də verərəm. Mənim üzümə də deyə bilərsən o Yox, bir dənə əşrəfimlə bir deyəm. yerdə. Başa düşdün? Allahdan danışırdı. Allah'ınız olsun dedi. Allah'ınız olsun kəlməsi çox ağır bir kəlmədir. Bu günləri analarım, sizə desəm ki Allah'ınız var deyəcəksiniz. Elhamdülillah, nazübillah. 6 nəfər adam var. Quranda neçə min dənə ayə var. Ey bizim Allahlılarımız. Quranda yazılıb ki bizim övladımız döyüş üstündə gedəndə şahidliyi zirvəsinə uzanır. Biz bu günləri Quranda neçə dənə ayənin belə olduğunu bilməyən adamları gəlib burada olmalıdır, bəli. biz bu günləri gəlib burada 6666 dənə düzdür. 6660 dənə. Hə, ola bilər. Deməli belə bir şey. Biz nəyi müdafiə edirik hələ bilmirik. Problem nədir onu bilmirik. Bu adam mənimlə danışmaq istəyir, mənə sözün demək istəyirsə, özünə yazmışdım şəxsən. Cavab vermədi mənə zəngimə. İstəyirsiniz bir dəfə də göstərim. Bravo. İşte yığıram. Mənlə müzakirəsini bağlamaq istəyən, bax yazmışam, cavab verməyim mənə. Məni yığ. Mövzunu bağlayım. Blokada atmayım. Yığsın da məni. Yığmır. Deməli nədir? Özü bu günləri qalxmaq istəyir bura, şou göstərmək istəyir. Problem həll eləmək istəyən, mən bunu yığdım. Dedim, Ləman, mənim sən heç bir problemim yoxdur. Sən mənə maraqlı deyirsən, uşaq böyüdürsən, neyinsən, özün üçün elə. Bir şey istəyirəm səndən. Dedim, nə? Baboşu dedim, millətə reklam eləyib kişimi göstərmə. Bizim oğlanlarımız, bizim qızlarımız təmizdir, ağbaraqdır, kişi görsün, əsl namuslu qadın görsün, böyüsün. Mənə bir kəlmə dedi ki, get, nə istəyirsən elə, mən pulumu qazanacam. İstəyirsiniz yazdıqlarını göstərim sizə. Ya da Allah'ın olsun, özünü qoşun bura səslidə desin. Özü deyib mənə, and olsun Allah'a. Ki, Əli belə deyirdi. Şəhid analarının, həmin bax bu indi kimin ki canlısına qoşuldu, şəhid analarının o şam tutan dedi ha. O şəhid analarının Baxın, həmin üzr onu istəyirəm. müdafiə eləmişdilər, Əlini müdafiə eləməmişdilər. Ləmanə hələ- Utanaydın ki, bu şəhid anaları başlarında hicabla dünəndən bura mənə görə 24 saatdır bunlar canlıda müzakirə obyektinə çevriliblər. Ən azından ondan utanıb o ifadələri Yılmaz, ki yayımı bağlayasan bu söz söhbət Hansı, bağlama. üzr istəyirəm, hansı içimizdə bir qadın, uşağın, Əli, Əli, bəlkə yayımı bağlayaq başına dönümsən. Bir Bağlansın, dənə üzr bu istəyirəm, söhbət ana. bağlansın. O bitirsin, o bitirsin. Bunlar her şey Oğlana, yayıp bir, atacağım. Bu onsuz da oğlana, Erdoğan- bir oğlana. Azərbaycanda tək ana, tək qadının yazdığı söz. Niyə bağlayırsan? Nə Bütün bağlayırsan? varsa gəl Azərbaycana. Hem də söz bağlanmağına görə deyirəm. Gərək uzana. Anladın? Bir kəlmə deyirəm burada. Mən sizdən xahiş edirəm. O sizi çağırmayıb. Demirəm sizi çağırın. Demirəm hər nəysə. Bundan sonra sizdən xahiş edirəm. Oğlanlarınızın ruhuna xətir. O adamın adını çəkməyin. Heç bir yerdə nə müdafiəsinə, nə yaxşılığına, pisinə də söz deməyin. Bax demirəm, amma pisinə danışın. O Heç sənin biri. canlıda adlı tutmayıb dünənləri. Vallahi Ki, Yox, yox, ümumiyyətcə, nə qədər burada TikToker varsa, heç birinin müdafiəsinə ya da davasına girişməyin. Yalvarırım. Oğlanlarımız bizim qardaşlarımız, bizim fəxrimizdir. Heç bir TikToker söhbətində, heç bir yayımçı söhbətində, heç bir buradakı davalarda sizi görmürəm. Biz bu günləri deyəndə hamımız eyni şey deyirsiniz. Şəhid atası, şəhid anası. Demirsiniz Müzə, Fəxrəddinin atası, Bəhruzun atası, Ceyhunun atası, Firuzun atası demirsiniz ya da Firuzun anası, Bəhruzun anası demirsiniz. Hamımızın dediyi söz bir kəlmədir. Şəhidin anası. Bu nə deməkdir? Elə bil hamımızın eyni övladı, eyni övladların hamısının eyni anası var elə bil. Bu o deməkdir. Nə deməkdir bu? Bu necə bir şeydir? Sən də şəhid anasan, o da. Elə bil hamımızın adı elə bil Məsumədir. Eyni şeyə gətirib çıxardır da. Elə bil hamımızın oğlunun adı Nəsimidir. Eyni şeydir də ana. Biz bu günləri sizə adlarınızla demirik. Şəhid anası deyərək müraciət edirik. Biz bu gün demirik, salam Məsmə xala.
Ay Fazilə xala, qulaq as mənə, sənlə danışıram. Belə demirik ki. Heç birimizin adını demirik. Biz oğlanlarımızla sizi tanıyırıq. Allah Onlarla köməyiniz da olsun. tanıyaq, onları da tanıyaq. Bugün biz pisəm, qoy pis olun. Əli dəlidir, Əli xain, qoy olun da. Bu sənin oğlunun yerini dəyişməyə kömək eləmir ki. Oğlunun adının yüksəldib qaldırmağına girmiyor. Oğlanlarımızın qarşısında baş əyirəm. Sizin də qarşısında baş əyirəm. Onların mövzusuna girmiyor. Mənim bir dənə tək istədiyim bir şey var ki, mən bugün sənin arkanda qoyduğun şəkildəki oğlanı tanıyım. Mən bugün Baboşu tanımaq istəmirəm. Bu günləri Baboşu bizdə ən çox tanıtdıran Ləmandır. Bunu danmayaq. Ləman bir dünə başına bir sənəcə qışqırırdı onun. Toluk'un canlısında bugün bir sənəcə qışqırırdı gecə. Ay sen dinle bana sana şantaj edip kışkırırdı baboş verdi. Kışkırma. Bugün Ləman Baboş'a desə ki get filan müğənninin altına uzanar. Bugün desə ki get filan. And olsun Allah eləyər. Yalan danışıramsa anamın yanında bastırsınlar beni. O kadar ondan korkun. O kadar ondan korkun. Benim anam da siz kimi hicablı olur. Atam da namaz kılan olup ikisi de xərçəngdən dünyasında yaşayıb. Mənim əlimdə 5 manatım olmayıb, imkanım olmayıb. Gözümün qabağında can verib mənim anam. Gözümün qabağında atam ayaq yola gedə bilmir, üzür istəyirəm. Oturub evdə yoxdur, taxtında kişi ağlayır. Nə sığortası var idi, nə dövlət kömək eləyir. Bizdə yoxdur bu şeylər. Mən gəlib burada bunları görmüşəm, videosunu çəkib danışıram. Mənim uşağımın bu gündən burnundan bir damcı su axanda aptek pulsuz, dərman pulsuz, həkim pulsuz, hər şey pulsuz. Mən bunları çəkib danışıram. Pisə heç nə demirəm. Prezidentə heç nə deməmişəm bu günə qədər. Pis eləm göstərəm. Mənim uşağımın xəstələnir, dərmanı dövlət pulsuz verir. Mənim uşağımın 2 yaşı var, uşağıma 500 dollar pul göndərmişdi. Uşağım məktəb pulu. Məktəb bazarlığı pulu 500. 500 dollara da burada 5 dənə uşağı məktəbə göndərərsən. Halbuki mənim uşağım məktəbə etmir. 2 yaşı var. Mən bunları deyirəm. Deyirəm ki, sizin də övladlarımız, bizim nəvələrimiz, qardaş uşaqlarımız hamısı belə olsun, hər şey pulsuz olsun, sığorta ilə olsun. Onu burada çıxıb biri, nə bilim, ramı dəyişir. Özü gedib sənəd almaq üçün Meksikalı arvad alıb bayaq qoşduğumuz o Ramo. Meksikalı arvad alıb. Biz arvadı necə alırıq? Namusuna görə, qeyrətinə görə arvad alırıq. Bugün arvadın əxlaqına görə alırıq. Oğlanlar var gedib arvadı sənədə görə alıb gəlib burada oğlanlıqdan danışır. Bu necə bir şeydir? Bizim atalarımız, biz özümüz necə ayıblanır? Bu adamın keçmişi necə olub, ailəsi hansı ailədən gəlib şey alır. Bu günləri Meksikanlı alıb atıblar yanlarına. Danışanda deyirlər ki, mənim arvadım Amerika vətəndaşıdır. Arvadı nə fərqlidir? Sən çıx qırağız, gəl arvadını bizdən söhbət eləsin. Biz də deyək, hey amigo, how are you? Bəs dürüst, ayıbdır. Kimi də gəldi qoşmayın bura. Vallahi sizə tarixlərini danışım, bunlar keçmişlərini danışım. Qoy mən pis olum. Amma bunların da keçmişi pisdir axı. Amma mənim pisimi sübutla göstərə bilməyiblər. Mən deyirlər əli yalan danışın, işlədiyim işi göstərirəm. Deyirlər Amerikada maşın bahadır çıxıb göstərirəm. Sığorta çıxıb göstərirəm. Vallahi baxın, eyni situasiyada burada oturanlar var. Amerikada oturub Amerikanı bəyənmirlər. Pul kazanırlar. Gece gündüz işləyirlər. Səslərini çıxartmırlar. TikTok'a vaxt ayırmırlar. Bilirsiniz niyə? Çünki hər ayrılan vaxt itirilən məbləğdir. Saata minimum 30 dollar kazanır. 3 saat bura vaxt ayırsa 90 dollar pul itirir. 7 saata mən 260 dollar pul işləmişəm. Düz danam. Gəl böyle onu saatine neçə dollar düşür. Güdə 3 saat TikTok'a ayırdığın pulu. 3 saati. Bak 100 dollardan hesablayayım. Minimum. 100 vurulsun. 30. Düzde 3000. 3000 vurulsun 36 ay. 108 bin dollar mən pul itirmişəm 3 il ərzində. TikTok'a ayırdığım vaxta görə. Gözəl anam, gözəl bacım. Əli zəhmət olmasa üzr istəyirəm hər kəsdən. Hər kəsdən üzr istəyirəm. Ləman sənin bu bayaq dediyin söz var ha, sabah sizə turp əkdirəcəm. Səbirli olmuş üçünüzə də. Sakoya da, Baboşa da, sana da üçünüzə də turp əkdirəcəm. Qoy sabah iş günü açılsın. O turpu da əkdirəcəm sizə. O dediyin şeyi də sizə elətdirəcəm. Şəxsən mən deyirəm ha sizə. Mən Sakonun şəklini çox gün paylaşdım. Mən Sakonun şəklini paylaşdım. Sakadan ötəri mənə eşidən qazilər eşidir, mənə zəng eləyən qazilər. Zəng elədiniz ki, mənim qaqamdır. Mənim ürəyimdə xahiş edirəm, ondan işin olmasın. Ay Sakonun arxasında duran qazilər sizə çatdırıram. Sizə sabah turp əkəcəm. Bax, mən Oruzov xəyal deyirəm sizə. Sizlə sabah bir-bir danışacağım hamınızla. Sizlə bir-bir danışacağım. Üzr istəyirəm. Yaxşı. Baboş içəri getdi. Baboş canlı yayında dedi ki, Sizlə mən sabah danışacağım. ma bax,
Nədir? Suqalıq elə etsin itlərə. İtlər sözün bizim polislərimizədir. Getdi 10 gün, onda bizdə belə çıxır da. İstədiyin adama sözü dinə, ya cərməvi ver, ya türmədə yat çıx, düzdür? Nə xain oldu. Ləman şəhidlərin məzarlarını təhqir elədi. Doğru, əsəbiydim, bilmədim, səhv elədim, bağışlandı. Yadınızda saxlayın, insan əsəb olanda daxilindəki olan sözü deyir. Hər zaman demək istədiyin əsəb olanda deyir. Demək ki, onun ağlından o fikir keçib ki, ya indi, ya keçmiş zamanda. O söz onun ağlına gəlir. Belə bir şey görmürsünüz, mən dava eləyim, əsəbləşim, belə şey deyim. Salam, mən yubka giyməkdən xoşlanıram. Əsəbi adam belə söz deyə bilər, misal üçün da. Məsələn, mən qırmızı yubka giymək istəyirəm. Dabanın ortasında belə söz desəm. Demək ki, bunun başı xarabdır, bu qırmızı yubka niyə giymək istəyir? Eyni şey gəlib çıxır da. Şəhidlərin məzarlarını təhqir edir, sonra bir çıxıb elli. Səhvən demişəm. Səhvən demişəm, başqa şey deyərdin. Səhvən demişsən, deyərdin şeydir. Mənə baxın, mən əsəbləşdirməyim. Mən bütün şir atanlarla görüşmüşəm. Səhvən dedim. Heç niyə bunları səhvən demirlər? Niyə demirlər? Bax, niyə demirlər də? Adam səhvən başqa şeylər də desin də. Səhvən misal üçün belə yazsın. Mənə bax, mənim əsəblərim oyun olmuyor. Mən anamı ondan oğlanla danışan yerdə tutmuşam. Səhvən dedim. Başqa şeyə əsəbləşdim, gör nəyi dedim. Deməli nədir? İnsan demək istədiyin dilinə gətirər. Burada daima gizlatdığı var. Dildə ayrı cür danışır. Burada göstərir ki, mən sevirəm insanları. Mən belə əsəbləşəndə yalnız onu demək istəyir. Ona görə mən sizə hamınızın qarşısında baş əyirəm. Canını bağlayın. Canınız haçan az olanda məni çağırın. Qoşun burada sizin. Nə qədər sizi güldürüm. Valla məndə sizin bir oğlunuz. Oğlanlarınızın səsini mənə qulaq asdırın. Onlar kimi danışım, gülün. Dostlarımı qoşum, onlar kimi danışım, Nastirin əvz açılsın. İndi bu saat sevər kimi danışım, Nastirin açılsın. Və çıxır. Mən TikTok nədir bilmərəm, İlgiz müəllim. Mən neyim, mən gedim meşaya. Mən yazıq deyiləm. Siz gülün. O da mənim yerimdir də. Niyə pisləmirəm? Düzdür, pis bir şeydir, balaca şeydir. Düzdür, neyin? Bura gülməyə, Nastirinə, biz onsuz da kədər içində yaşayan adamlar. Qardaş, bütün bunun hamısını, bax bu söz söhbəti yaradan Sako ilə Baboş oldu. Bax onların dörtlüyü oldu. Bax bütün bu haqq hesabları, bax Mehman kişinin bax bu söz söhbətlər kimi hamısı o dörtlüklər oldu. Bax o dörtlüklər. Bəli, anam pul qazananda yatlarına düşmüşsün. Ona görə də bax həyatında mansar var 30.000 manat. Bacım, sənin oğlunda pultlu maşın bəlkə olmuyor. Olub siz hansı oğlunda pultlu maşın olur? Olmuyor. Ölüm sənin ayağının altında. Baboşun evində pultlu qapı var. Həyatı pultlu qapı ilə açılır. Məni niyə əsəbləşdirirsən? Mən uşağımın üstünə, qoy mən deyim də, bu abidəsinin üstü işıqları partladı. Onu şifr almaq istədim. Mən burada dedim ki, mənə dəstək durun. Heç kəs dəstək durmadı. Heç kəs etmədi. Necə mənim ürəyimi partladırsınız? Sizi niyə bu vəziyyətə gətirib çatdılar? Necə mənə əsəb verirsiniz sizə? İstəyirsən bir dəqiqə. Əli, bir dəqiqə, bizə. Əli, istəyirsən mən eşiyə çıxım görsədim ki, o abidəni nətə yağış yağır, nətə partlayır, yanır, Əli. İnan ki, özün görsən ürəyin durmaz. Ay analarım, vallahi olan sizə ehtiyac yoxdur. Siz onlardan əl çəkin, sizi daha çox cəmiyyət istəyəcək. Vallahi düzdür. Baxın, bir dənə bir şey var. Restoran açmısan, restoran. Restoran açmısan, bir dənə məhsul satırsan, ancaq məmurlar gələ bilir. Pis adamlar, amma məmur övladları gələ bilir ora. O məhsulları almağa. Qiymətini qoymuşsan 10.000. Amma eyni yerdən açmısan, məhsul qoymuşsan 50 qəpiyə, 10.000 dənə qeyrətli oğul gəlir ora. Hansını gəlməyini istəyirsiniz? Qiriyyətli, təbii ki, qiriyyətli oğullar. Pulu olub, mənliyi olmayan Ləmanın izləyiciləri kimi, Ləman kimi, onun kuruğu kimi, hamı user profilləridir. Üzlərin göstərməyən adamlar bugün onları müdafiəyə çıxıblar. Amma siz üzü göstərərək çıxırsınız. Biri qoşulur. Onlara şir atanlar var. Bu günləri Ləman deyir, mənim yaşadığım. Niyə üzün göstərmir? Ay anam, sən amma üzünü göstərsən onun yerinə. Yəqin ki, mənə üzün göstərəcək o əkbər. Şiri atan o, keyfin çəkən o, sevgili olan o, nəsə eləyən o, hər şey eləyən o, üzünü göstərən sən. Niyə? Niyə anam? Niyə biz səni görməliyik onun adı çəkiləndə? Niyə onun
Şiratanın Əşrəf Təkin görməməli. Çıxsın Qocanı görünsün. qaldırın bura, qoca səhifəni qaldırın bura, qoca Eləmi səhifə lan o? Bundan sonra o mövzunu bağlayın. Özümüzdən danışın. Düyün gülün oğlanlarımızın qəhrəmanlığından danışın. Zaten Necə olur? Zaten bağlandı. Ben hiç böyle şeyde yok idim. Ya Olmuyor. zaten bağlandı. Olmuyor. Söktardı öpün Mən sizin dedim, əllərinizdən. zaten. Mən vallahi sizdən fəxr edirəm. Biz qıraqdan baxanlar bizə baxırlar. Hər kəs baxır. Bilməsinlər. Əli, səndən bir dənə xahiş edirəm, Əli, eşidirsən? Başıma dönərəm sən. Ondan elə mən sizin başda durum. Mənim niyə başıma durursun? Gör nə deyirəm, o atanın o məsələsini yoluna qoyursan, başıma dönərəm sən. Yaxşı. Məni kim salır ey aşağı? Niyə Bir də çıxardın ki, məni? bir Hadi də bir ki, dəqiqə. dünənə kimi, Bir dünənə dəqiqə, kimi, Qazi, bir bir dəqiqə, dəqiqə. qurban olum. Ay bir dakika abiden gösteriyorum lan bir dakika. Hadi bak. Baba müşküla partiyir hadi. Bak buraya baba bize bir abi de şifrini vurdurma lan buna bak. Yola müşkülaya bak. Partiyir özünüze. Yanlış da hiç tadı. Bak buraya abi. Hələ buna yağışlar bakın. ısladı, Bak. sabahları onları düzəltdirək. 2 dəqiqə pul yığa düzəltdir. Nə var ki? Abiden Ne var abiden orada? bunun üstünü. Ali kulak as. Mənim əzizim. Eşidirəm. Baba bize belə baba bu məsafədə naves vurdurmaq lazımdır ki o ıslanmasın. Hələ eləyər onu. Gəl sabahları Eləmək eləyək. Nə var lazımdır, elə? xahiş edirəm. Bax, onu eləmək lazımdır. Bəli, onu eləmək lazımdır. Əsas olan bir şey bax odur. Əsas odur bax. Onu eləmək lazımdır. Yoxsa durub. Şəhidlər xiyabanını təhqir eləyən, üzdən raq gəlib orada qarnını şişirdən. Sizlə birinci gün mən danışacağım. Qoy həftənin birinci gün olsun. Sizlə mən birinci gün danışacağım. Ne boyda pul verdi. Her zaman patlıyor, her zaman. Düzəltdirərik. Ay anam. Dərdimiz bu olsun. Mən bura PK-ya görə girmirəm ki. Dərdimiz bu olsun. Girək. Mən özdə belə yığmıram. Ay Allah. Nə olar buna pul atın. Zarafat eləyə deyib gülə 10 dəqiqə. Günən bizim başı bədənində gəlməyən bir qardaşımız. Mən belə şey deyib reklam eləmirəm. Onlar deyil səhifələrində reklam elə, pin eləyirlər qaldırırlar. Mən səhifəmdə paylaşmıram belə şey. Bir qardaşımız var. Qardaşı başı bədənində gəlməyib. Snayperlə vurublar, sonra başını kəsiblər. Ayaqla kuryer istirdi. Deyib gülə oynaya 2 dəqiqə onun üçün 2000 pulu yığdı, getdi kuryerliyin üçün bahalı bir dənə skuter aldı özünə. Ayaqla istirdi. Ali olar mı Ali? Ali əzizim bizə də olar mı? 300.000 manat pul lazımdır ki o abidənin üstünü düzəltməyə. 300.000 manat. Artıq istəmirik heç nə. O şəhid balamızın abidəsi ıslanması. Yalvarıram hər bir kəsə. Nə qədər lazımdır? 3000 manat. Ərəyə sabahları gəl yığarıq. Boş ver 3000 nədir? 3000 sizin eşşəyiniz. Təşəkkür Mən onu ederim. cibimə yığmıram. Öz kartımı qoymuram. Laf olsun Sağ ol. 4000. Biz bugün həmrəy deyiriksə, həmvətən deyiriksə, bu günləri biz 31 dekabr nə bilim qeyd edib deyiriksə, bu günlər bizim nə bilim həmrəylik günüdürsə, biz gəlib kimisə TikTokeri müdafiə ilə etməklə yox. Biz bu günləri sizin dərdlərinizi eşitməklə. Mən sizin dərdinizi eşidəndə sevinirəm. Çünki mənim bura girməkdə başqa məqsədim yoxdur. Haçan əlini PK edən bir adam kimi görsəz, onda deyirsiniz ki, əlinin əli belədir. Haçan məni burada PK edən adam görsəz, deyirsiniz ki, hə bu adam da elədir. Məni belə şey görə bilərsiniz, görə bilməzsiniz. Mənə maraqlı deyil xanım bu. Mənim səhifəmə girib maşın videosu çəkirəm. Mənim səhifəmə girib Amerikada açın baxın, veteran parkingi var. Parking yerində, maşın saxlama yerində veteranlar üçün ayrıca yer var. Mən burada çəkirəm. Ali olar mı? Ali bir kəlmə söz deyim Ali. Bir dəqiqə şey edelim. Bir yelisiniz. Gəlin bir Bir söz. dəqiqə. Koy bir dənə. Gəlin bir dənə İmkan söz. verin. Kart var, kart. Yazırlar kart. Sizə gözəl bir Koy dənə buraya şey. narara kat koy Ali de buradadır. Müracaat eylesin. Gözəl Aysel bilir, Aysel bilir. Anketə koy. Gözəl anaların bacıları. Bax bir olmaq istəyirsiniz. Bir olun. Dövlətə müraciət edin ki, veteran oğlanlarımız yoxdur. O veteranlar sizin oğlanlarınız. Veteran parkingləri olsun. Bax belə parking yerlərində veteran sözü yazılan parkinglər olsun. Bir olun. Deyin ki, şəhid ailələrinə maşın nömrəsi ayrıca versin. Maşın nömrəsinin üstündə şəhid logosu olsun. Onun medalının znakı olsun. Amerikada belədir. Belə şey üçün bir olun. Bugün biz bir olmuşuq. Şəkilləri ha vaxt Ləman göndərəsən. ölməz, vətən bölünməz. Ləmana dəstək. Bugün bizim bir olma səbəbimizə bax. Külli mənim başım ağrıyor.